Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün 5-5 mövzusunun, yəni elektrik sahəsi mövzusunun çalışmalarına baxacağıq. Çalışma 1. Şəkildə ipdən asılmış mənfi yüklü kürəcik elektrik qüvvəsinin təsiri ilə müsbət yüklü çubuğa tərəf meyl edir. Bu bizim kürəciyimizdir. Bu da çubuqdur. Həmin kürəcik çubuğa doğru meyl edir belə. Bu təsiri ötürən vasitə nədir? Bu təsiri ötürən vasitə elektrik sahəsidir. Həm buradakı kürəcik, həm də buradakı çubuq öz ətrafında elektrik sahəsi yaradır və bu elektrik sahəsi vasitəsilə həmin təsir ötürülür. Onu da buraya yazırıq. Həmin vasitə elektrik sahəsidir. Elektrik sahəsi. Davam edək. Çalışma 2. Verilmiş söz birləşmələrindən istifadə edərək mətni tamamla. Fəzanın hər hansı nöqtəsində mövcud olduğunu müəyyən etmək üçün həmin nöqtəyə elektrik yükü gətirilir. Nəyin olduğunu mövcud etmək üçün gətirilir? Əlbəttə ki, elektrik sahəsinin olduğunu, bax buradakı sözü burada yazarıq. Elektrik sahəsinin mövcud olduğunu müəyyən etmək üçün həmin nöqtəyə elektrik yükü gətirilir. Bu yük sınaq yükü adlanır. Gəlin buraya yazaq. Sınaq yükü. Davam edək. Burada bir boşluq var. Elektrik sahəsi tərəfindən təsir edən qüvvə adlanır. Bu qüvvə adlanır elektrik qüvvəsi. Bu sözü buraya yazarıq. Elektrik qüvvəsi adlanır. Bəs həmin qüvvə nəyə təsir edir? Onu da buraya yazarıq. Sınaq yükünə təsir edir. O zaman yazarıq. Sınaq yükünə elektrik sahəsi tərəfindən təsir edən qüvvə elektrik qüvvəsi adlanır. Davam edək. Növbəti çalışma 3 nömrəli çalışmadır. Qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altından xətt çək. Sahə tərəfindən sınaq yükünə təsir edən qüvvənin qiyməti sınaq yükünün miqdarı ilə düz mütənasibdir. Qüvvə düz mütənasib idi sınaq yükünün miqdarı ilə. Həmin ifadə belə yazılırdı. F bərabərdir Q vurulsun Y. Burada Q sınaq yükümüzdür. F isə qüvvədir. Sınaq yükünün miqdarı artdıqca qüvvə də artır. Davam edək. Burada onda düz mütənasibdir. Yəni düz sözünün altından xətt çəkirik. Sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına hasili elektrik sahəsinin intensivliyi adlanır. Daha doğrusu sınaq yükə təsir edən qüvvənin həmin yükün miqdarına nisbəti elektrik sahəsinin intensivliyi adlanırdı. Yəni həmin ifadə, baxın, elektrik sahəsinin intensivliyi seçsək burada. Burada da biz nisbət sözünü seçərik. Doğru cavabımız nisbət olar. Çünki həmin ifadə belə yazılırdı. Y bərabərdir. Yəni intensivlik bərabərdir. F bölünsün Q. Yəni qüvvənin elektrik yükünə olan nisbəti elektrik sahəsinin intensivliyi adlanır. Yəni bu bizim intensivliyimizdir. Bu isə nisbətdir. Davam edək. Bu hissəni silirəm. Çalışma 4. Şəkildəki elektrik yüklərinin işarəsini müəyyən et, cavabı əsaslandır. Burada biz bir müsbət yükü görürük və onun ətrafında 2 dənə yük var. 1 yükü və 2 yükü. Bunlara təsir edən qüvvələrin istiqamətləri göstərilir. Bir yükü göründüyü kimi itələnir. Demək ki, bir yükümüz bu müsbət yükdən itələnirsə, bir yükü də müsbət yüküdür. Amma 2 yükü isə cəzb olunur müsbət yük tərəfindən. Onda 2 yükü mənfi yükdür. Onda biz yazırıq bir yükü müsbət yükdür. 2 yükü isə mənfi yükdür. Səbəb, əlbəttə ki, qarşılıqlı təsirin istiqaməti. Müsbət yükü itələyər, mənfi yükü isə özünə cəzb edər. Davam edək.
Çalışma 5. Şekilde təsvir olunmuş 1 və 2 yüklərinə A yükü tərəfindən təsir edən elektrik qüvvəsi ilə elektrik sahəsinin intensivliyi eyni istiqamətdə yönəlib. Bax, burada A yükü göstərilir. 1 və 2 yükünə təsir edən qüvvə ilə, bax, bu qüvvənin istiqaməti ilə intensivliyin istiqaməti eynidir deyir. Yəni intensivlik də bu istiqamətdə yönəlir. Sonra deyilir ki, A cisminin elektrik yükünün işarəsini müəyyən et. Ümumiyyətlə, A cismindən müəyyən nöqtədə olan bu nöqtədə intensivlik xaricə doğru yönəlibsə, demək ki, A nöqtəsi müsbət yükdür. Həmçinin burada da intensivlik xaricə doğru yönəlib görünür. O zaman A yükü müsbət yükdür. O zaman A yükün bu sınaq yükə təsir edən qüvvə də bu istiqamətdə isə, o zaman bu yüklər də müsbət yüklər olur. İndi bizdən tələb olunur A cisminin elektrik yükünün işarəsini müəyyən et. A yükü müsbət yüklü, A cismi müsbət yüklü cisimdir. Səbəb nədir? Bir də deyək, A yükünün elektrik sahəsinin intensivliyi bu istiqamətdə olduğu deyilir. Qüvvə də o istiqamətdə isə, o zaman bunlar bir-birini itələyir. Yəni A yükü 1-i də itələyir, A yükü 2-ni də itələyir. Davam edək. Çalışma 4, çalışma 6, sxemi tamamla deyir. Elektrik yükü, elektrik qüvvəsi, baxın elektrik yükünün elektrik qüvvəsi ilə əlaqəsi var. Bir də burada Newton bölü Coulomb yazılıb. Bu intensivliyin vahididir. Buraya yazıram. Elektrik sahəsinin intensivliyi onun vahidi çünki Newton bölü Coulomb'dur. Bir də elektrik qüvvəsi yazılıb. Elektrik qüvvəsinin vahidi isə Newtondur. Bunu belə yaza bilərik. Davam edək. Növbəti çalışmamız 7 nömrəli çalışmadır. Şərtini oxuyuram. Q yükü Q0 yükünün elektrik sahəsində yerləşdirilib. Bax, bu Q yüküdür. Bu Q0 yüküdür. Onun sahəsində yerləşdirilib. Q yükünə təsir edən elektrik qüvvəsi hansı istiqamətdə yönəlib? Bu sahəni yaradan yükdür. Bu oraya getirilmiş sınaq yüküdür. Bunu əlbəttə ki, itələyəcəkdir. Mənfi yükü itələyir. Yəni Q yükünə təsir edən qüvvə sola doğru yönəlir. Daha doğrusu sağa doğru yönəlir. Həmin nöqtədə Q0 yükünün elektrik sahəsinin intensivliyi hansı istiqamətdə yönəlib? Q0 yükü mənfi yükdür. Onun istənilən nöqtədə yaratdığı intensivlik özünə doğru yönəlir. Həmçinin də bu yükün olduğu bu nöqtədə də intensivlik özünə doğru yönələr. Bax, bu istiqamətdə özünə doğru yönəlir. Biz demişdik ki, mənfi yükün intensivliyi özünə doğru yönəlir. Müsbət yükün intensivliyi isə xaricə doğru yönəlir. Davam edək. Çalışma 8. Şəkildə yükü Q0 olan cisim və Q sınaq yükü təsvir olunub. Bax, bu bir cisimdir və bu da bir sınaq yüküdür deyilir bizə. Sınaq yükünün miqdarını 3 dəfə artırsaq, onun olduğu nöqtədə Q0 cisminin elektrik sahəsinin intensivliyi dəyişərmi? Cavabı əsaslandır. Xeyr, cavab olaraq deyə bilərik ki, dəyişməz. Çünki bu yükün burada yaratdığı elektrik sahəsinin intensivliyi Y bərabərdir. F bölünsün Q şəkildə ifadə olunur. Əgər Q-nü 3 dəfə artırsaq, onda qüvvə də 3 dəfə artar. 3'lər yenə ixtisar gedər. O zaman nəticə dəyişməz. Onda Y bərabərdir. Konstant yazırıq. Deməli, sınaq yükünün miqdarını 3 dəfə artdıqda onun olduğu nöqtədə Q0 cismin elektrik sahəsinin intensivliyini dəyişərmi? Xeyr, dəyişməz. Əsaslandırmasını isə burada etdik. Yəni intensivlik Q0 yükünün yaratdığı intensivlik müəyyən nöqtədəki sınaq yükün miqdarından asılı deyil. Çünki intensivlik qüvvənin sınaq yükün miqdarına olan nisbəti ilə ölçülür. Bu 3 dəfə artındır. Bu da 3 dəfə artır və nisbət dəyişməz, konstant qalır. Davam edək. Növbəti çalışma 9 nömrəli çalışmadır. Q2 yükü Q1 yükündən neçə dəfə böyükdür deyir. Bax, burada Q0 yükü var. Eyni Q0 yükü Q1 yükünə təsir edir. Digər nümunədə isə Q2 yükünə təsir edir. Məsafəmiz eynidir
Birisinə təsir edən qüvvə 2F-dir, o birisinə təsir edən qüvvə isə 5F-dir. Qüvvə ilə baxın məsafə eyni olduğu üçün intensivliklər eynidir. Burada biz yazırıq Y1 bərabərdir Y2. Y1-in yerinə F1 böl Q1 yazıram. Bax, buradakı Y1-in yerinə F1 böl Q1 yazdım. Y2'nin yerine de F2 böl Q2 yazarıq. Niye böyle yazdık? Çünkü bu sahəni yaradan yüktür. Bunlar ise oraya getirilmiş sınaq yüklərdir. Sınaq yükün miqdarından asılı olmayaraq sahəni yaradan yükün müəyyən nöqtədə, müəyyən məsafədəki, yəni R məsafəsindəki elektrik sahəsinin intensivliyi eynidir. Ona göre de bu sınaq yükündən asılı değil. O zaman biz de intensivliklərin eyni olduğunu yazırıq. Sonra F1 bölünsün Q1, F2 bölünsün Q2'ye nisbətini tapa bilərik. Gördüğünüz kimi F1'imiz 2F'dir, F2'miz ise 5F'dir. Yani onda bu ifadəni belə yazabilirik. Bu ifadəni belə yazabilirik. F1'in yerine 2F yazıram. 2F bölünsün Q1 bərabərdir. F2'nin yerine 5F yazıram. 5F bölünsün Q2. Buradan her iki tərəfi F'e bölə bilərik. F'lər ixtisar gedər. Buraya Q2 yazaq. Onda qalır 2 bölünsün Q1 bərabərdir 5 bölünsün Q2. Buradan da Q2 yükü Q1 yükündən neçə dəfə böyükdür deyilir. Q2'ni getirsək buraya, 2 gələr buraya, yer değiştirə bilirlər. Bunlar kənar hədlərdir. Kənar hədlər öz aralarında yer değiştirə bilir. Onda Q2 bölünsün Q1 beraber eder 5 bölünsün 2'ye. O da beraber eder 2 tam onda 5'e. Deməli Q2 yükümüz Q1 yükündən 5 dəfə böyükdür. 2 tam onda 5 dəfə böyükdür daha doğrusu. Devam edək. Çalışma 10. Müsbət yükün ətrafında çevrə üzərində olan və olmayan nöqtələr göstərilib. Verilmiş nöqtələrdə elektrik sahəsinin intensivliyinin ədədi qiymətlərini müqayisə etdir. Bax, bu müsbət yüklü cisimimizdir. Burada da bir çevre var. Onun üzerinde olan nöqtələr var. Olmayan nöqtələr var. Deyir ki, onlarda ədədi qiyməti müqayisə edin. Bu müsbət yükdən yani Y, C ve B yükləri, yani bu üç yük eyni məsafədə yerləşdiyi üçün o nöqtələrdə elektrik sahəsinin intensivlikləri eyni olacaq. A ve D nöqtələri isə A nöqtəsi daha yaxın məsafədədir. D nöqtəsi isə daha uzak mesafededir. Uzak mesafede intensivlik zayıf olur. Onda yazırıq. İntensivlik üçün intensivliğin ədədi qiyməti en yaxın olan A nöqtəsidir. B, C ve Y birbirine beraberdir ve A'dan kiçiktir. Onda yazırıq YA böyüktür YB'den. YB ise beraberdir YC'ye. O da beraberdir YY'ye ve D nöqtəsi ise en uzakta olduğu için onun intensivliği en küçük olacaktır. YD en küçükdür. Devam edək. Növbəti çalışmamız 11 nömrəli çalışmadır. 0,1 kulon sınaq yükünə 7 Newton qüvvə təsir edir. Həmin sınaq yükünün olduğu nöqtədə elektrik sahəsinin intensivliyinin qiymətini hesablayın deyir. İntensivliyin qiymətinin ifadəsini bilirik. Y bərabərdir. F bölünsün Q yazırıq. F qüvvədir. Qüvvəmiz 7 Newtondur. Bu da yazırıq 7 Newton buraya. Q ise sınaq yüküdür. Sınaq yükünün miqdarı ise 0,1 kulondur. O zaman 7'ni 1000'də 1'e böləndə 7000 alınır. Newton böl kulon ise onun vahidi olacaktır. İntensivliyin vahidi Newton bölünsün kulondur. Deməli biz elektrik sahəsinin qiymətini tapdıq. Nə qədər elədi? 7000 Newton bölünsün kulon elədi. Belə. Keçək növbəti çalışmaya. Növbəti çalışmamız 12 nömrəli çalışmadır. A ve B zərrəciklərinin yükünün işarəsini müəyyən et. Burada bizim bir müsbət yükümüz var. A yükü həmin yük tərəfindən cəzb olunur. Onda A yükü mənfidir. B yükü isə həmin yük tərəfindən itələnir. O zaman B yükü müsbətdir. Çünki eyni adlı yüklər, yəni müsbət müsbəti itələyir. Mənfi ilə müsbət bir-birini cəzb edir. O zaman mənfi cəzb olunur. Onda deməli biz yazırıq A yükü mənfidir. Çünki cəzb olunur. B yükü isə müsbətdir. Çünki itələnir. Davam edək. Növbəti çalışmamız 13 nömrəli çalışmadır.
şəkildə A, B və C zərrəciklər təsvir olunub. A və B zərrəciklər tərəfindən C zərrəciyə təsir edən elektrik qüvvələrinin istiqamətini göstərin. Deməli, A və B zərrəciyi tərəfindən C cisminə hansı istiqamətdə qüvvə təsir olunur? Görürük ki, B cismi müsbət, C cismi mənfidir. B cismi C cismini özünə cəzb edər. Demək ki, bu bunu cəzb edir bu istiqamətdə. A cismi isə mənfidir. Bu A cismi də C cismi itələyər bu istiqamətdə. O zaman B cismi tərəfindən C cisminə edilən təsir qüvvəsi bu istiqamətdə yönəlir. Buraya biz yazaq F, B-nin C-yə təsiri, A cismi də mənfidir, C cismi də mənfidir. Bunlar bir-birini itələyir. O zaman C cisminə bu istiqamətdə qüvvə təsir edir. Bu da A-nın C-yə təsiri olsun. Həmin elektrik qüvvələrinin istiqamətini göstərdik biz. Davam eləyək. 14-də deyilir ki, hansı şəkillərdə elektrik sahəsinin intensivinin istiqaməti doğru göstərilib? 1. Mənfi yüklü zərrəcikdir. Mənfi yüklü zərrəcikdə intensivlik xəttləri özündən xaricə doğru olmaz. Özünə doğru olurdu. Onda 2 doğrudur. Baxın, özünə doğru. Mənfi yükdə özünə doğru 2 doğrudur. 3-də müsbət yükdür. Özünə doğru çəkilib. Xeyr, bu səhvdir. Müsbət yükdə qüvvə xəttləri özündən xaricə doğru yönəlir. Deməli, düzgün cavabımız 2-dir. Mənfi yükdə özünə doğru. Müsbət yükdə isə özündən xaricə doğru. Mənfi yükdə özünə doğru, müsbət yükdə isə belə xaricə doğru yönələr. Çalışma nömrə 15. Elektrik yükü müsbət 3Y olan kürəciyə 6 elektron keçərsə, onun elektrik sahəsinin qüvvə xəttlərinin istiqaməti dəyişərmi? Cavabını əsaslandır. Fərz edin ki, bir dənə müsbət yükümüz var. Bunun qüvvə xəttləri müsbətdə xaricə doğru yönəlir bu şəkildə. Və onun yükü müsbət 3Y idi. İndi bu kürəciyə 6 elektron keçərsə, yəni xaricdən 6 elektron buna keçsə, o zaman buraya mənfi 6 yazaq. Çünki elektronlar mənfi yüklüdür. O zaman ümumi elektrik yükümüz olar mənfi 3Y. Yəni əvvəl müsbət 3Y ikən, indi mənfi 3Y oldu. Mənfi 3Y-də artıq yükümüz mənfi yükdür. Bunun qüvvə xəttləri isə özünə doğru yönəlir. Bu şəkildə özünə doğru yönəlir. Deməli, bayaqları özündən xaricə doğru yönəlmişdi. İndi isə özünə doğru yönəlir. İstiqamətini dəyişərmi? Sualın cavabı isə bəlidir. Əsaslandırması isə onun yükünün dəyişməsidir. Əvvəl müsbət yükdür, sonra mənfi yükdür. O əsaslandırmanı burada boş hissəyə yazarsınız. Davam edək. Bu hissəni silirəm. Çalışma 16. A və B nöqtələrində elektrik sahəsinin intensivliyini müqayisə edin. A nöqtəsi daha yaxındır, intensivlik daha böyük olur. B nöqtəsi isə daha uzaqdır, intensivlik daha kiçik olur. O zaman Y, A nöqtəsinin intensivliyi B nöqtəsinin intensivliyindən daha böyük olar, sırf məsafəyə görə. Məsafə böyüdükcə intensivlik, yəni təsir məsafəsi kimi də düşünülə bilər, azalır. O zaman A nöqtəsinin intensivliyi B nöqtəsinin intensivliyindən böyükdür deyə bilirik. Bu günlük bu qədər. Sağ olun. İnşallah növbəti dərsdə görüşərik.